Son illər ərzində bir çox yüksək vəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda sabiq rəhbərlər, nazirlər, icra başçıları, digər yüksək vəzifəli məmurlar cinayət məsuliyyətinə cəlb edilmişdir. Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə. Və hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Və bunu mən dəfələrlə demişəm, bir də demək istəyirəm, sizə də deyirəm və bugün bütün digər məmurlara deyirəm. Əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Və hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Və elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Yoxsa indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta ən sosial cəhətdən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. Mənim təşəbbüsümlə işsizliyin səviyyəsini azaltmaq üçün, xüsusilə dünyada gedən böhranlı vəziyyəti nəzərə alaraq, sosial-iqtisadi böhran, pandemiya dövrünü nəzərə alaraq, mənim təşəbbüsümlə indi minlərlə, 100 minə yaxın ödənişli ictimai işlər açılıbdır. Ən həssas təbəqə üçün və orada məvacib minimum əmək haqqına bərabərdir. Bunları da çox görüblər bu insanlara və onların da ödəniş kartlarını öz kabinetlərinə saxlayaraq oradan pul çəkmişlər. Yəni, bu qədər vicdansızlıq ola bilərmi?